insan gəlir hansısa bir kənddən Azərbaycana, Bakıya, paytaxta, universitetə daxil olur. Universitetə daxil olur, universitetdən onu aparırlar konsertə, oradan aparırlar, nə bilim, hansısa teatra və bu yavaş-yavaş tədricən şəhərdə sıx şəkildə yaşamağı öyrənir. Çünki 90'ların əvvəlində bizdə faciə baş verdi, torpaqlarımız işğal olundu, 1 milyondan çox qaçqınlarımız oldu və onlar da təbii ki öz evlərini, eşiklərini, şəraitlərini qoyub başladılar Bakı şəhərində məskun salmağa və şok oldu. Yəni insan öz evində yaşayırdı, öz həyətində paltarlarını asırdı, həyətində toyuğu kəsirdi, nə bilim, xəngəl bişirirdi, quzu kəsirdi, nə inirdi. Birdən-birə gəlir şəhərə, doluşur 40-50 kvadratlıq evin içinə, təbii ki nəfəsi darıxır və başladıq artıq 90'ların əvvəlində görmək ki kimsə paltar asıbdı həyətdə. Mən yadımdadır ki, ağaçların arasında qonşular artıq gəlib ip asırdılar, oradan paltar asırdılar. Kimsə nə bilim maşınla rayondan gələndə bir bagaj badımcan alırdı, qadınlar yığışıb həyətdə tonqal qalayıb tutma qoyurdular. Kimsə nə bilim təmir edirdi, zibilini çıxardırdı, qoyurdu zibil vedrəsinin yanına və bu da normal idi ki, çıxartmışam. Biz indi sıxlığımız artdıqca və ölkə olaraq inkişaf etdikcə biz bunu sadəcə deməklə heç kəs əməl etmir.